Koftamın qolları belə dar deyil, belə bədənimi belə göstərmək üçün evil geyinmişəm. Çezəsən. Yaxşı. Yaxşı. Yaxşıyam. Şübçennik. Boş söhbət. Söhbət. Danışırlar da. Uçan mama. Uçanmama. Uçanmama. Məni yu. Şübçennik. Gücün hökm sürdüyü dövrlərdə. Bipləyəcəklər buranı. Pony və balasıdır. Sadəcə silərək 10 manat keşbək qazana bilərsən. İsmailin şeyi xatırlatması. Şalvarın mübarək balaqları ilə. Bəzinin manana hanı deməyi. Ay nə bilim, ən sevdiyimiz an. Şey ağlıma gəlir, o Altfasçı böləsindəki sən reaksiyan. Bəzinin Prometeyə bunu tizlərə qoyarıq dediyiz. Tərlan bu quruğun savatlısıdır. Fikir adamı. İntelidir. Saqqalı kimi anca söhbət edir. İsmail bu quruğun özbəyidir. Kefsizi. Aparaturasıdır. Gicləmə cəhətdən naparnik. Dəlisidir. Gicidir. Dəli. Fərid bu quruğun bağıdır. Üzr istəyirəm Fərid ifadəmə görə. Köyün dəlisi. Bəyazıt bu quruğun lideridir. Aparıcı gücüdür. Bəyazıt olmasa bunlar bir box da deyirlər. Moderatoru. Zəhmətkeşidir. Bəs bu quruğun maşınıdır. Çox sevindim. Qəşəng idi. Əlaydı, gözəl duyğuydu. Çox sevindim həqiqətən də. Yenə bir zarafat elədik də. Yəni zarafat eləmək üçün bir məkan var idi, bir mükafat var idi və getdik elədik. Çənədən daha güclü rəqiblər var idi orada. Çənə Antaklosko ilə müqayisə oluna bilməz. Sualı bir də eşitməyim.